Qarabağa böyük qayıdış davam edir. Bugün daha 20 ailə ata-baba yurduna Ağdərə rayonunun Həsənriz kəndinə köçürülüb. Bugün işğaldan azad olmuş torpaqlarımızda böyük qayıdış proqramı çərçivəsində öz yurduna qayıdanlardan əlavə burada aparılan layihələrdə çalışanlar da daxil olmaqla 40 minədək insan yaşayır. Bugünkü günə min şükür yerimizə, yurdumuza qayıdırıq. Birinci prezidentimizə minnətdarıq, ikinci şəhidlərimizə borçluyuq. Şəhid analarının, bacılarının qarşısında baş əyirik. Allah ordumuzu qorusun. Hal-hazırda bu torpaqlara geri dönüş edib sevinc yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, prezidentimizə də can sağlığı versin. Daha 20 ailənin vətən həsrəti başa çatıb. Ağdərənin Həsənriz kəndinin bir qrup sakini uzun illərdən sonra ata-baba yurduna qovuşub. Bu mərhələdə ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr kəndə köçürülüb. Onlara mənzillərin açarları təqdim olunub. "30 il həsrətindən sonra möhtərəm prezidentimizin sayəsində qayıtdıq öz doğma torpaqlarımıza. Bütün dünya indi Qarabağın Azərbaycan olduğunu bilir. Bununla da Həsənriz kəndinə qayıdan ailələrin sayı 70-ə çatıb. Burada onların rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Sadət Ayaz qızı Aslan Məmmədli, Məhəmməd Hacızadə, ATV Xəbər, Ağdərə.